İxtisas seçimi yaxınlaşır və uşaqların ağlında bir sual var. Yaxşı universitetmi, yaxşı ixtisasmı? Gəlin bu mövzudan danışaq. Əvvəla mənim fikrimi soruşursunuzsa, mən düşünürəm ki, yaxşı ixtisas. Yəni istədiyiniz ixtisası yazın. Çünki universitet sizin ömrünüzün axırına qədər sizlə getmir. 4-5 il, 6 il sizinlə olur universitet. Amma seçdiyiniz ixtisas, seçdiyiniz peşəniz sizin ömrünüzün axırına qədər sizinlə davam edir. Ona görə özünüzə birinci peşə seçin. Yəni özünüzə universitet seçməyin. Çünki düşünürəm ki, ola bilər ki, universitet sizə nəsə qatsın. Yaxşı universitet sizə nəsə qatsın. Amma ki, fikirləşirəm ki, insanın özündən asılıdır. İnkişaf insanın özündən asılıdır. Düşünürsünüz ki, zəif universitet var və zəif universitetdə siz irəli gedə bilməyəcəksiniz. Yaxşı universitetdə də geri qalan insanlar var. Yaxşı olmadığını düşündüyünüz universitetdə də irəli gedən insanlar var. Və ona görə də sizə tövsiyə edirəm ki, siz istədiyiniz ixtisası seçin, istədiyiniz peşəni seçin. O universitet yaxşıdır deyə orada istəmədiyiniz ixtisası oxumayın. Heç bir kimin məcburiyyəti ilə bunu eləməyin.